Salam əziz abituriyentlər, hər birinizi salamlayıram. Bugün 2024-26 may tarixində qəbul imtahanında istifadə olunan Azərbaycan dili suallarından növbəti sualın izahını izah edəcəm. 14-cü sualda gəlin sualımızı oxuyaq. Sualı kağıza yazmışam. Cümlələrdə işlənmiş modal sözlərin danışanın ifadə etdiyi fikrə münasibətinə görə ardıcıllığı müəyyənləşdirin. Cümlələr verilir və ona uyğun şəkildə modal sözlərin növlərini bu cümlələrdə yerləşdirəcəyik. Elə bil Vaqifin gəlişi məclisdəkilərin dil ağzını bağladı. Elə bil bənzətmə bildirir. Yəni bənzətmə bildirən modal sözdür və burada məntiqlə sizə izah edəcəm. Niyə bəs biz bunu elə bilə bənzətmə deyirik? Gəlin onu da izah edim sizə. Çünki burada Vaqifin gəlişi məclisdəkilərin dil ağzını bağladığı bir situasiyaya bənzədilir. Yəni Vaqifin gəlişi burada bu deməli situasiyaya bənzədilir deyə biz elə bili bənzətmə bildirən modal söz kimi götürürük. Və birinci deməli cümlə 4-ə uyğun gedir. Bənzətmə bildirən modal söz. Bəlkə də bu sözdən hamı öz payını götürəcəkdir. Bu cümlədə güman, şübhə bildirən modal sözdür bəlkə. Üçüncü cümlə. Ümumiyyətlə, qorxu içində yaşamaqdan bezmişdi. Bu, ümumiyyətlə, nəticə bildirən modal sözdür və burada biz 3-ü yazırıq. Və sonuncu. Doğrusu, bu iş heç də sənə görə deyil. Bu da yəqinlik bildirən, təsdiq bildirən və yaxud təsdiq də deyirik buna, yəqinlik də deyirik. Bu da birinci varianta uyğun gəldi. Gəlin indi sıralayaq. 4, 2, 3, 1. Variantlarda 4, 2, 3, 1 bu variantdır. Və cavabımız E variantı. Belə, bu da növbəti sualın izahı. Bugünlük bu qədər. Növbəti sual izahlarında təkliflər verə bilərsiniz və yaxud da ki, hər hansı bir mövzu barədə, izah barədə daha doğrusu təkliflərinizi verə bilərsiniz. Nəzərə alınacaq. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.